Necəsiz, nə var, nə yox dostlar? Hər vaxtınız xeyir olsun, xoş gördük. Deməli dostlar, az sonra gözəl bir futbol oyunu olacaqdır. Türkiye Süper Ligasından futbol oyunu olacaq. İstanbul derbisi, Beşiktaş Galatasaray oyunu. Düzdür, mən də Galatasarayın fanatıyam. Belə Galatasaraylı saymaq istəyirəm özümü. Amma belə deyək də, bu günləri Beşiktaşla, Qara Qartallarla belə deyək, Galatasarayın oyunu olacaqdır. Deməli, Beşiktaş öz evində Galatasarayı qəbul edir, İstanbul şəhərində. Deməli, təsəvvür eləyin ki, Galatasaray belə uduzacaqdır. Çempionluğa doğru gedir Galatasaray. Amma bu günləri Beşiktaş ilə Galatasaray oyunu Beşiktaşın tam qələbəsi ilə tutaracaqdır, əzizlərim. Mən bunu sizə 99,9%, lap 100% deyirəm. 100% Beşiktaşın tərtəmiz qələbəsi olacaqdır. Alqışlar olsun, Beşiktaşa qələbə yazın və həvəslə baxın oyuna, izləyin, belə mənə də dua eləyərsiniz ki, Allah sənə kömək olsun. Bu günləri 100% Beşiktaşın qələbəsi olacaqdır. Çünki bu İstanbul derbisində qarışıqlıq olur. Bax belə sizə bir şey deyim. Galatasarayın uduzmağı yəni 99,9%'dir. Çünki Galatasaray uduzmalıdır ki, Fenerbahçe ilə Galatasarayın Süper Liga kubokunu götürmək bir şansı olsun da Fenerbahçe'nin da. Ona göre bu Beşiktaş tam qələbə eləyəcəkdir. Beşiktaşın qələbəsi olacaq. Hər halda mən bu videomu izləyənlər, bu paylaşımımı izləyənlər, bu vlogumu izləyənlər, Şahı vlogu izləyənlər bəyənsinlər və 21:30'da akşam az sayılı saat qalıbdı. Az bir vaxt qalıbdı. 21:30'da Beşiktaş ilə Galatasarayın oyununu izləyin. Görərsiniz, Beşiktaşın tam qələbəsi olacaqdır. 100% əminəm mən. 100%. Getdik. Beğenin, kanala da abone olun.